Bizə belə bir ifadə verib və sadələşdirmək istəyir. İlk öncə bərabərdir yazaq. Deməli, birinci kəsrin surətini yazıram. Müxtəsər vurma düsturuna əsasən x üstəgəl 2-nin mötərizə kvadratıdır. Məxrəci isə yazıram x üstəgəl 2, x minus 2. Vur, yenə. İkinci kəsrin surətinin vurğularını ayırsaq, baxın, 6, 2 vur, 3 deməkdir. Baxın, hasili 6 eləməlidir, elə ədəd seçməliyik ki, cəmi də 5-i verməlidir. Deməli, x minus 2 olacaq, x minus 3 olacaq. Bunu vurğularına ayırsaq. Məxrəcə keçək. Eyni şeyi bura tətbiq edirik. Elə bir ədəd seçməliyik ki, hasili 3 eləsin və cəmi də 4 eləsin. 1 ilə 3 eləyəcək. Deməli, x minus 1, x minus 3. İndi ixtisar eləyək. X minus 3'lər ixtisar gedir. X minus 2'lər də ixtisar gedir. Burada x plus 2 ilə x plus 2'nin biri ixtisar gedir. Qalır surətdə x plus 2, məxrəcidə x minus 1. Cavab bu şəkildə olacaq.